elmlər doktorudur. Ona görə də nə sualınız olsa ona verin, mənə verin. 32 yaşında doktorluğum var. 27 yaş. 27 yaşında. 27 yaşında doktorluğum var. Bəli, Türk dünyasının ən gənc elmlər doktoru. Allah sağ olsun. Sizdən belə müzakirə elədiklər biz ki, mən çox Siz mənə dediniz, mən də dedim ki, narahat olma, növbəti tədbirimizdə hazır iştirak edəcək. Çünki Cahan doktor da demişdi ki, belə bir şey dedim, dəvət edin. Bizim hüquq qrupunda olmalı ki, sual verək də, yəqin ki, olacaq, yoxsa nə tərsin? Yox, Hacı özü qeyri-hökumət təşkilatının rəhbəridir. Bir balaca olar mı? Buyur, buyur. Əvvəla hamınızı səmimi qəlbdən salamlayıram. Bu bir tarixdir. Tanıdığım və tanımadığım dostlar var burada. İlk növbədə Cahan müəllimə minnətdarlığımı bildirirəm ki, mən Cahan müəllimi 2000-ci ildə Moskva şəhərindən tanımışam. O vaxtı mən Interpolda işləyirdim. Beynəlxalq axtarışla bağlı 2 nəfər həbs qəti imkan tədbiri vardı, onun gətirilməsi üçün. Mən Moskvaya getmişdim və orada da Cahan müəllimi tanıdım. Bizim səfirlikdən həmin vətəndaşların ekstradisiyası məsələsi var idi. Öz ixtisasıma, peşəmlə bağlı. Mən bir çox nazirliklərin kuratoru olmuşam, o cümlədən Elm və Təhsil Nazirliyinin Milli Elmlər Akademiyasının kuratoru olmuşam. Hal-hazırda da çalışıram və eyni zamanda da mən özümün təsis etdiyim Beynəlxalq Elm və Mədəniyyət Mərkəzi var. Orada da Azərbaycanın bir çox ünlü ziyalıları, alimləri, filosofları və eyni zamanda bizim qrupda məhkəmə sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları, Daxili İşlər Nazirliyinin əməkdaşlarından da bizim təşkilatda təmsil olunurlar. Yəni, qapısı hər kəsin üzrə açıqdır. Mən bugünkü konferansın belə başa düşdüm ki, sizin ikinci konferansınızdır, təyərbəndə. Bizim 1 il, 5 ayımızın olmasını qeyd edirsiniz və 23-cü görüşümüzdür. 23-cü görüşdür, mən 23-cüdə iştirak edirəm. Niyə məni dəvət eləməmisiniz, bunu bilmirəm. Çoxlarınız məni tanıyırsınız. Fəaliyyət istiqamətim əsasən mənim elmi, dini, hüquqi müstəvini birləşdirməkdir və özüm də Quran hafizəm, 13 yaşından namaz qıram. Allah qəbul. Bütün o haramlardan uzağam, korrupsiyasız, rüşvətsiz, cəmiyyətin tərəfdarıyam. İnsanların doğru və dürüst yolda yürüməsinin tərəfdarıyam, vətənpərvərlik hissinin daha da insanlarda aşılanmasının tərəfdarıyam və bu yöndə də həm yazılarım, kitablarım bu istiqamətdədir. 46 kitabın 205 elmi məqaləm müəllifiyəm. Mənim kitablarım Cambridge, Boston, Harvard universitetlərində ingilis, ispan, fransız dillərində tərcümə olunub, yayılır geniş tirajla və özüm ixtisasca beynəlxalq terrorizm, transmilli cinayətkarlıqla məşğul olaram və o cümlədən uzun müddət Polis Akademiyasında, Dövlət Təhlükəsizlik Akademiyasında beynəlxalq terrorizm, transmilli cinayətkarlıqdan mühacir olmuşam. Özüm haqqında qısaca bu qədər. 2 övladım var, 2 oğlum var. Böyük oğlum dövlət qulluğundadır. Birinci ali təhsili Bakı Dövlət Universitetinin Şərqşünaslığının, ikinci ali təhsil 3-cü kursda oxuyur. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında oxuyur. Ülvi Bəşər. Mehman Başar da bu il imtahan verərək İstanbul Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Yəni, ailə tərkibimiz belə, həyat yoldaşım Hacı xanımdır, o da elmlər namizəddir, Milli Elmlər Akademiyasının Fəlsəfə Hüquq İnstitutunun əməkdaşıdır, mütəxəssis kimi çalışır. Belə kiçik ailə tərkibim var, atam çox cavan yaşlarında rəhmətə gedib, anam da ixtisasçı həkimdir, 70 yaşı var. Ailə tərkibimiz bu qədər. Özüm geniş ətraflı məlumat verdim ki, Hacı Xaliq haqqında sizdə dolğun məlumat olsun. Bacardım, bacarmadım, artıq bunu sizin öhdənizə bırakıram. Çox gözəl, çox sağ olun. Sağ olun, minnətdaram. Mən çalışacağım ki, mənim xüsusiyyətim, həyat tərzim belədir ki, dostlarımla qəbrə qədər yürüməyə, yəni məzara belə girməyə hazıram. Düşmənlərimi də zərərsizləşdirməyin tərəfdarıyam, amma onlara zor yox. Təbii ki, sivil qaydada, hüquqi müstəvidə, əxlaq çərçivəsində Allah, müqəddəs Quran və Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu izah etmək yolu ilə yəni bacardığımız qədər Allah hidayət eləsin deyil, təqvalı yola dəvət eləməkdir. Yolumuz budur. İnşallah ki, sizinlə məramınız, məqamınız doğru və dürüsttür. Allahın izni olmadan bir yarpaq belə yerə düşməz.
Allah icazə verdi. Məhz bu gün 20 avqust 2023-cü tarixdə biz dostlarımızın sayını biraz da çoxaltdıq, ətrafımız biraz da genişləndi və Allah Cəllə Cəlaluhu bizi heç vaxt halal nemətlərlə, sağlam canımızla, ağlımızla imtihan etməsin. İnsan özü zəif məxluqdur. Nə qədər qüdrətli, hörmətli, nüfuzlu, imkanlı maliyyə resursların olsa, adın sanı olsa da, bəzən bilirik ki, bir milçək burun nahiyəmizdən içəri daxil olsa və yaxud da bir qarışqa qulaq nahiyəmizdən içəri daxil olsa, bizə beyin impaktı yaşadıb. Bir an içində bir qarışqa, bir milçəyə insan təslim ola bilir. Necə ki, Teymur Lənk dünyanın 4/3 hissəsini zəbt edən bir dövlət adamı, siyasət adamı bir milçəyin qurbanı oldu Çinə səfər eləyəndə. Yəni biz bütün bunları tarixdən bilirik, ona görə heç kəs özünə qürrələnməsin, mənəmlik hissini, təkəbbürü, kibri özümüzdən uzaq edəsək, dostluğumuz daha möhkəm, daha dolğun, daha səlim olacaq. Buyurun, təyyar mənəm. Bilmirəm, fikrimi ifadə edə bildim, yoxsa yox. Çox sağ olun. Təşəkkür Hacı, çox sağ ol, minnətdarım. Gəldiyinizə görə bizə qürur verdiniz. Sizə can sağlığı arzu edirəm, uzun ömür arzu edirəm, ailə xoşbəxtliyi arzu edirəm. Bugün eyni zamanda bizim dostumuz Cahan Həkimin də 60 illik yubileyidir. Balaca Cahan'ın 4 yaşı olur, Böyük Cahan'ın 60. İkisini bir yerde toplayanda 64, gelenin pensiya çıxan yaşı. Cahan doktoru da təbrik edilir. Mən açığı bilmirdim, indi özümə məsuliyyət eləyərəm. Cahan müəllimi təbrik edirəm. Cahanla sonra elə olub ki, Azərbaycanda da biz bir yerdə olmuşuq. Mənim restoran